Salam qızlar, sizi bacımla tanış eləmək istəyirəm və sizə fərqli yeni xəbərlərim var. Bacım məndən 2 yaş balacadır, Rusiyada yaşayır, evlidir və 2 uşağı var. Yeni özlərinə belə bir mağaza açıblar. Hələ ki mağazanın bütün işçisi bacımdır. Həm kassirdir, həm satıcıdır, həm malları sortirovka eləyəndir. Burada da pomidorların pislərini yaxşılarından ayırır, belə deyim. Hər bir detalını özləri hazırlayıblar. Mağazanın dizaynı, içindəki bütün əşyalar özlərinə aiddir. Buradakı bütün işlər, yəni həm struktur, həm qurucu özləridir. Bacımın açığı vaxtı olmurdu. Mən düşündüm ki, belə bir konsept hazırlayaq. Yəni belə bir şey görməmişəm. Siz deyin, necədir bu fikir? Əgər fikrimlə razılaşırsınızsa, gələcək olan komment sayılarına görə, like'lara görə mən qərar verəcəm. İstəyir mənim səhifəmi, kontentini dəyişək. 2 bacı olaraq, bacım Rusiyadan hazırlasın, videolar açsın. Onun editləməyə vaxtı yoxdur. Mən editləyəcəm onun videolarını. Mən də öz videolarımı atım. Sizə tərəfinizi seçin. Kanalın da adını dəyişib 2 bacı qoymaq istəyirəm. Və əgər 10.000'ə çatsaq, bir də qardaşımız var. O da Almaniyada yaşayır. 10.000 abunə olandan sonra qardaşımın da vloglarını kanalda qoyaram. Bacım da deyə demirəm, amma çox məhsuldar insandır. Yəni bir günə 5 günün işini sığdıra biləcək biridir və ən necə deyim, təcrübəli tərəfi oradadır ki, bu qız qətiyyən yorulmur. Bütün günü qarışqa kimi işləyir, amma qətiyyən yorulmur. Və bir də bir şey qeyd edeyim ki, bacımla mənim vaxtım olduqca biz gün ərzində görüntülü danışırıq, əlaqə saxlayırıq. Demək olar ki, hər gün. Amma bacımı onlayn tapmaq qeyri-mümkündür. Yəni Instagram olsun, WhatsApp olsun, onlayn tapmaq qeyri-mümkündür. Ancaq zəng edib bacımı tapa bilərik. O da əgər şanslıyıqsa telefonumuza cavab verəcək. Əgər maraqlıdırsa, abunə olun, kommentlərdə yazın ki, bunun davamı gəlsin. Mən də daha ətraflı paylaşacağım. Və bəyənməyi unutmayın. Siz hər dəfə bəyəndikcə daha çox kütlənin qarşısına çıxırıq və daha çox kütlədə daha çox abunə deməkdir və abunə sayı artdıqca biz çox sevinirik.